Paşa Holdingin tələbələr üçün təşkil etdiyi Əlaçı təqaüd proqramının bağlanış tədbiri keçirilib. Əlaçı proqramı 3-cü və 4-cü kurs tələbələrini əhatə edən və tələbələrin aylıq təqaüdlə təltif edilməsini nəzərdə tutan bir illik təqaüd proqramıdır. Proqram çərçivəsində tələbələr üçün onların peşəkar və fərdi inkişafına yönələn tədbir və təlimlər təşkil olunub. Sizlər üçün nə qədər həyəcanlıydısa, bizlər üçün də bir o qədər də maraqlıydı. Bu il proqrama müraciət edən tələbələrin sayı 2415-dən çox, seçilən tələbələrin sayı isə 110 nəfər olub. Layihə müddətində 3 aylıq şəxsi inkişaf marafonu, oflayn təlimlər, fərdi mentor dəstəyi, karyera simulyasiyası, networking görüşləri və Paşa Holding, eləcə də Paşa sığorta şirkətlərindən olan mütəxəssislərlə görüşlər də təşkil edilib. Bu tədbirlər tələbələrin həm bacarıqlarının inkişafı, həm də karyera inkişafını əhatə edib. Bundan əlavə, proqram müddətində əlaçılar üçün sığortaçı məktəbində isə 20 tələbə sığorta ilə bağlı təlimlərə qoşulub. Bağlanış tədbiri zamanı rəsmi çıxışlar, təqdimatlar və sertifikatların təqdim olunması həyata keçirildi. Qeyd edək ki, gənc nəslin peşəkar inkişafına önəm verən və bu istiqamətdə müxtəlif layihələr həyata keçirən Paşa Holding 2022-ci ildən etibarən Əlaçı təqaüd proqramını təqdim edib.